Salam dəyərli izləyicilər, bugün materiklərin uzqar nöqtələrini öyrənirik. Əvvəlcə Avrasiya materikindən başlayaq. Avrasiya materikinin uzqar şimal nöqtəsi Taymır yarımadasında yerləşən Çelyuskin burnudur. Rusiya ərazisində yerləşir. Cənub uzqar nöqtəsi isə Malakka yarımadasında yerləşən Piay burnudur. Malaziya ərazisində yerləşəcək. Şərq uzqar nöqtəsi isə Skot yarımadasındakı Dejinyor burnu, Rusiya ərazisi. Qərb uzqar nöqtəsi isə Piriney yarımadasında yerləşən Roko burnudur, Portuqaliya ərazisi. Şimali Amerikanın uzqar nöqtələri. Şimali Amerikanın şimal uzqar nöqtəsi Butiya yarımadasında yerləşən Mertson burnudur. Kanada ərazisində yerləşir. Cənub uzqar nöqtəsi isə Panam ərazisində yerləşən Mariato burnudur. Şərq uzqar nöqtəsi Labrador yarımadasında yerləşən St. Charles burnu, Kanada ərazisi. Qərb uzqar nöqtəsi isə Oyes Şahzadəsi, Alyaska ştatı, Amerika Birləşmiş Ştatlarının ərazisinə düşür. Cənubi Amerikanın şimal uzqar nöqtəsi Venesuela ərazisində yerləşən Galenas burnudur. Cənub uzqar nöqtəsi isə Çili ərazisində yerləşən Freyrit burnudur. Şərq uzqar nöqtəsi Braziliya ərazisindəki Cabo Branco burnu. Qərb uzqar nöqtəsi isə Parnias burnudur, Peru ərazisində yerləşir. Afrikanın uzqar nöqtələri. Afrikanın şimal uzqar nöqtəsi Bensekka, Tunis ərazisi. Cənub uzqar nöqtəsi isə Cənubi Afrika Respublikası ərazisində yerləşən İynə burnu. Şərq uzqar nöqtəsi Somali ərazisindəki Ras Kafun burnu. Qərb uzqar nöqtəsi isə Senegal ərazisində Almadi burnu. Avstraliyanın bütün uzqar nöqtələri Avstraliya ittifaqında yerləşir. Şimal uzqar nöqtəsi Cape York yarımadasındakı York burnu. Cənub uzqar nöqtəsi isə Cənubi Şərq burnu. Şərq uzqar nöqtəsi Byron burnu. Qərb uzqar nöqtəsi isə Steep Point burnu adlanır. Antarktidanın uzqar nöqtəsi. Antarktidanın coğrafi mövqeyinə uyğun olaraq yalnız bir uzqar nöqtəsi var. O da şimal uzqar nöqtəsi, Antarktida yarımadasında yerləşən Sifrə burnu adlanacaq. Materiklərin uzqar nöqtələri ilə bağlı yadda saxlanmalı məqamlar. Ən şimalda yerləşən uzqar nöqtə Çelyuskin burnudur. Ən qərbdə yerləşən uzqar nöqtə isə Avrasiyanın uzqar şərq nöqtəsi olan Dejinyor burnudur. Ekvatora ən yaxın uzqar nöqtə isə Piay burnudur. 1 dərəcə şimal enliyində yerləşir.